Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözlənləndi. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında bildirib. Bu əlavə edib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb. Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu isə aylıq normadan 2 dəfə çoxdur. Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətindən Madir. Asa verilən məlumata əsasən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 6 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, çimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.